Son zamanlar gənclərin idmana olan həvəsi azdır. Sizcə bu nədən irəli gəlir? Hə, bu mənim biraz yaralı belə deyək də nöqtəmdir. İndi bizim gənclərimiz açıq deyim sizə meyillidirlər. Cinayət aləmi deyilən bir şey var. Hansı ki, o aləm yoxdur, açıq sizə deyim yoxdur. Həvəs edirlər, internetə baxırsınız, uşaqlar bəzi meyxanaları, bəzi kimlərsə özlərinə lider götürürlər və mən onlara tövsiyə eləmək istəyirəm ki, şəxsən mən özüm həyatda hər şeyi görmüşəm, hər bir hadisə başıma gəlib. Hətta mən də gənc olmuşam, yaxşı bir idmançı olaraq, yaxşı bir döyüşçü olaraq zamanında səhv etmişəm. Mən də belə deyək də, o kriminal aləmə meylli olmuşam və hətta həbsə düşmüşəm. Və mən bu demək istəyirəm ki, gənclərə bu kriminal aləmin hamısını mən görmüşəm, amma onlara məsləhət edirəm ki, boş şeylərdir. Yəni gənclərin belə deyək də, ağılları varsa, mənim sözümə inansınlar ki, vallahi bu şey yoxdur. Bu boş şeydir. Onlara tövsiyə edirəm ki, ən birinci valideynlərinə, vətənlərinə, ailələrinə sadiq olsunlar. Onlar üçün lider öz xalqı, öz milləti olsun, valideynləri olsun. Bizim gözəl liderimiz var. Bilirsiniz, Ali Baş Komandamız var, cənab prezidentimiz İlham Əliyev. Bizə lider o lazımdır. Şəxsən mən belə deyək də, o aləmdə olan bir insan kimi köhnə deyək, məsləhət görmürəm. Mən onun hamısını keçmişəm, görmüşəm. Rusiyada da, Azərbaycanda da, nə bilim, dünyanın çox ölkəsində. Yəni mən gənclərə deyirəm, bax, hər kəs məni tanıyır, gənclərin çoxsu məni tanıyır. Mən sizə bax, cavanlar, gənclər məsləhət görmürəm. Vallahi hamısı boş şeylərdir. Ancaq sizin atanız, ananız gözü yaşlı olacaq, özünüz həyat görməyəcəksiniz. Ona görə də oxuyun. Oxumağa həvəsiniz yoxsa idmanla məşğul olun. İdmana həvəsiniz yoxsa hansısa bir sənətlə məşğul olun. Usta işləyin, usta köməkçisi işləyin, fərq etməz. Bir sahə tapın ki, vətənivə, xalqıva, millətivə, ailəvə sənin xeyrin dəysin. Kriminal aləmdə yalnız sənin ziyanın dəyəcək və cəmiyyətdə səni heç kim sevməyəcək. Yəni bir belə deyək də, cəmiyyətə yararsız bir insan kimi tanınacaqsan. Ola bilər ki, məni gənclər o sualı özümə vermək istəyirlər ki, yəni əgər pis idisə siz o aləmdə niyə olmusunuz? Yəni yenə deyirəm, mən səhv etmişəm. Yəni səhv etmişəm, o aləmdə olmuşam. Mən sizə istəmirəm ki, mən etdiyim səhvlə edəsiniz. Yəni çalışın, gözəl bir insan olun, yaxşı bir əsgər olun, xidmət edin dövlətimizdə, gedin əsgərlik çəkin, gəlin və çalışın bax bizim gözəl Azərbaycan bayrağımızı hər yerdə şərəflə qalxızın. Yəni kriminal aləmdə olmaqla valla özünüzü uçuruma aparırsınız. Gəlin gözəl idman növləri var. Fərqi yoxdur. Güləş, karate, taekwondo, boks, hər hansı bir idman növündən məşğul olun, sağlam olun, valideynlərinizə, vətəninizə layiq bir övlad olun. Yəni gənclərə tövsiyəm budur. Çox danışmaq olar. Qısa-qısa demək istəyirəm ki, axırı olmayan boş bir belə deyək yoldur.